Əgər özünüzü günahkar hiss edirsinizsə, özünüzü söyür, yamanlayırsınızsa, onda özünü məhv etmə proqramını işə salırsınız. Əgər siz dağıdıcı fikirləri başqasına ötürürsünüzsə, məsələn nifrət, onda yenə də özünüzü məhv edirsiniz, amma artıq başqasının vasitəsilə. Axı siz kainatın bir hissəsisiz. Bir başqası da eləcə, o da kainatın hissəsidir. Neqativ fikirləri ona doğru yönəltməklə siz öz varlığınızı inkar edirsiniz. İndi isə özümün praktikamdan konkret bir misal. Mənim qəbuluma 40 yaşında bir qadın uşaqlığın mioması deyildi ki, hələ ərə gedənə qədər onda menstrual siklin pozğunluğu baş verib. Bu pozğunluğun səbəbi isə bir qadın kimi özünə neqativ münasibət olub. Bu münasibət isə ona valideynlərindən ötürülmüşdü. Yeri gəlmişkən anasında da kişilərlə bağlı məsələlər həyatında heç də hamar getməmişdi. Qadın dərk etdi ki, onun xəstəliyi və ərinin davranışı onun özünə və kişilərə qarşı münasibəti ilə əlaqədardır. O müəyyən fəndlərdən istifadə edərək bu münasibətləri dəyişdi. Bu üsullar aşağıda deyiləcək. O bir qadın kimi özünü sevməyə və hörmət etməyə, özünə ehtiyatla yanaşmağa başladı. Kişilərə qarşı münasibətini dəyişdi. İnsanlara, dünyaya qarşı münasibətində çox şeylər dəyişdi. Homeopatik vasitələr qəbul etdi. Bir il ərzində onun şişi tamamilə soruldu. Bundan əlavə əri ilə münasibəti normallaşdı və əri içməyi atdı. İnsan inciyərək başqasına dağıdıcı fikir göndərir və bu fikrin özü onun sözünə xəstəlik və ağrı şəklində qayıdır. Məhəbbət hiss edərək yaradıcı hisslərini göndərir və bunlar sevinç və uğur şəklində qayıdır. Belə çıxır ki, insanlar təhdid səviyyəsində bir-birini vəhv edirlər, sonra isə təəccüblənirlər ki, yer üzündə niyə bu qədər zorakılıqlar var, niyə xəstəliklər azalmır. Mən öz həkimlik təcrübəmdən bu qənaətə gəlmişəm ki, insanın dünya görüşünü dəyişəndə təəccüblü nəticələr verir. Müasir təbabətin çoxdan sağalmaz hesab etdiyi xəstəlikləri sağaldır. Şəxsi həyatdakı harmoniyanı bərpa edir. Neqativ təhdid proqramı məhdudlaşdırmaq nəinki sağalmağa, hətta insanın öz taleyini, uşaqlarının taleyini dəyişməyə gətirib çıxarır.